Həzrət Məhəmməd Peyğəmbərdən hikmətli kəlamlar. İnsanların ən pisi axirətini dünyasına satandır. Bundan da pisi axirətini başqasının dünyasına satandır. Bir zaman olacaqdır ki, mənim ümmətim alimləri onların yaxşı geyimlərindən, Quranı xoş səslə oxumaqla və Allahı yalnız Ramazan ayında tanıyacaqlar. Onda Allah onlar üçün rəhmi, helmi və elmi olmayan bir kimsəni hakim edəcəkdir. Şərab içən bütpərəst kimidir. Şərab içənin namazını Allah Taala 40 gün qəbul etməz və o 40 gün içərisində ölsə, kafir olaraq dünyadan gedər. Ey əvazər! 5 şey başına gəlməmiş 5 şey qənimət bil. Gəncliyini qocalmamış, sağlamlığını xəstələnməmiş, varını